Hansı ərazilərdə vəziyyət gərgindir, bu alov saçılır deyək və etirazçılar küçələrə axışırlar. Bununla bağlı İran International'ın bir yanaşması var və dediyiniz kimi əvvəl biz Cənubi Azərbaycan dediyimiz Təbrizdə, digər ərazilərdə görə bilmirdik, amma artıq orada da bu etirazlar var. Sultan bəy, burada iki yanaşmanızı xahiş eləyəcəm. Birinci növbədə deyilir ki, ona görə həmin ərazilərdə bu etirazlar geniş vüsət almırdı ki, alternativ olaraq şah rejimi qoyulur ortaya və həmin şəxslər, yəni bizim güneylilərimiz şah rejimindən kifayət qədər əziyyət çəkiblər və onlara qarşı radikal davranış sərgilənib. Alternativ olaraq birdən şah rejimi gələrmi deyə kənarda dayanırdılar. Çünki hər zaman daha deyək ki, mübariz ruhları ilə seçiliblər. Əlbəttə, yəni bu ciddi faktordur. Cənubi Azərbaycandakılar bir deməli rejimin sərt rejimin digərlə dəyişməsini istəmirlər və onlar bilirlər ki, Pəhləvi dövründə Cənubi Azərbaycanlılara qarşı böyük divanlar tutuldu. Xüsusilə də biz bilirik ki, 1945-ci ilin 21 Azər hərəkatının Pişəvərinin başçılığı ilə baş verdi və o hərəkat 1946-cı ildə süquta uğradıqdan sonra Pəhləvi rejimi oradakı Azərbaycanlılara qarşı çox böyük işgəncələr həyata keçirdi, qətliamlar törətdi və bu 79-cu ilə qədər davam etdi. Yəni onların SAVAK, indiki Sepah nədir, o zaman SAVAK idi adı, belə deyək də, daxili təhlükəsizlik qurumu və o sözün əsl mənasında Azərbaycanlılara divan tutur. Çünki şah rejimində bu indiki dini belə deyək də elementlər olmasa da, amma Fars mərkəzçiliyi, pan-İranizm deyirlər. Yəni o elementlər özünü göstərirdi ki, bu da etnik ünsürlərin təqib olunmasına, daimi onların təzyiq altında olmasına gətirib çıxarırdı və bu da Azərbaycanlıların sözsüz ki, həmin etirazlara qoşulmasında tərəddüd etməsinə vəsilə olan səbəblərdən biridir. Hətta 2009-da da yaşıl hərəkat oldu. Bütün İran demək olar ki, qoşuldu, amma yenə də Cənubi Azərbaycan qoşulmadı o deməli etiraz dalğalarına. Yəni burada namizədin, yəni müxalifətin namizədinin deməli Pəhləvinin oğlu olması, deməli əvvəlki şahın oğlu olması ciddi faktordur və eyni zamanda da həmin şəxsin ABŞ və İsrail tərəfindən dəstəklənməsidir. Məsələn, mən hələ də indiyə kimi sual verirəm ki, bu ABŞ və İsrail yəni hansı səbəbdən məhz bu şəxsi seçiblər, yəni alternativ kimi. Çünki istər-istəməz bir hər şeydən əvvəl İranda bir anti-amerikanizm var 79-dan bu yana, anti-amerikanizm və anti-İsrailizm. Onların hər hansı bir şəxsi dəstəkləməsi həmin şəxsi xalqın gözündə ümumi şəkildə bir liderə çevirmir. Bu bir. İkincisi də ki, bu şəxsin yəni atası, babası hakimiyyətdə olanda da axı insanlar böyük miqdarda zərər görüblər onun deməli istibdad rejimindən, despotizmindən. Ona görə də bəli, bu faktor, Pəhləvi faktoru düşünürəm ki, Cənubi Azərbaycanlıların bu etirazlara ciddi şəkildə qoşulmamasında vacib rol oynayır. Hətta xaricdə fəaliyyət göstərən bəzi Cənubi Azərbaycan qurumları var ki, onlar belə onların arasında bəziləri çağırış edirlər, amma yenə də biz görürük ki, o etirazlara qoşulanlar yəni belə deyil, yüz minlər səviyyəsində deyil. Bəli, müəyyən yerlər Təbrizdə, məsəl üçün, dünən biz gördük müəyyən insanların küçələrə çıxmasını, amma kütləvi şəkildə o yüz minlərlə insanın küçələrə çıxmasının şahidi olmuruq.